Çıxış edənlər yetkinlik yaşına çatmayanlar arasında hüquq pozma hallarının profilaktikasının cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıblar. Bildirilib ki, uşaqların hüquqi maarifləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, ailə-məktəb münasibətlərinin möhkəmləndirilməsi bu istiqamətdə mühüm rol oynayır. Qeyd olunub ki, son illər ölkədə uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bununla yanaşı, yetkinlik yaşına çatmayanların hüquqa zidd əməllərə cəlb olunmasının qarşısının alınması, onlara qarşı zorakılıq, laqeyd münasibət və digər neqativ halların aradan qaldırılması üçün profilaktik tədbirlərin daha da gücləndirilməsi vacibdir. Bildirilib ki, uşaqların hüquqlarının müdafiəsində ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Tədbir çərçivəsində iştirakçılara yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, hüquq pozmaların hüquqi nəticələri, erkən nigahların qarşısının alınmasında erkən profilaktikanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, yeniyetmələrin hüquqi biliklərinin artırılması istiqamətində belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb. Həsən Məmmədov, Samir Mehdiyev, NTV Xəbər.